Salam əziz izləyicilər. Bugün biz Vətənsevənlər İctimai Birliyi olaraq gəlmişik. Şəhidimiz Zeynalov Əzzaman Mehmanoğlu'nun ailəsində isti ocağındayıq. Onun bugün şəhadətə yüksəldiyindən 10 il ötür. Cəm şəhidlərimizlə bahəm məkanı cənnət, məqamı ucaq olsun. Burada məclisimizdə könül anaya dəstək olmağa gələn analarımız var. Şəhid ailələri var. Onların hər birinin qarşısında baş əyirik. Hər bir şəhidimiz bizim üçün əzizdir. Hər birinin məkanı cənnət, məqamı ucaq olsun deyirik. Əziz analar, mən sizi görəndə doğrudan da bir qürur hissi keçirdirəm. Ümumiyyətlə, bu bütün vətənsevənlərin, şəhid sevənlərin müqəddəs borcudur. Biz bütün şəhid ailələrinin yanında olmalıyıq. Onlara mənəvi dəstək olmaq bizim borcumuzdur. Bugün də gəlmişik könül anamıza mənəvi dəstək olacağıq. Analar, xahiş edirəm, yəni bir başlayaq başdan Sənubər anadan. Sənubər ana. Mən Əliyev Elmanın anasıyam. Mənim oğlum Füzulidə şəhid olubdur. Sənubər anaya Allah Taala könül anaya can sağlığı versin. Balasının məkanı cənnət olsun. Bütün şəhidlərlə bərabər məqamları uca olsun. Allahdan səbir diləyirəm bütün analara, bütün sizə də Allah can sağlığı versin Suriyə xanım. Çox sağ olun, təşəkkür edirəm. Mən sözünüzü sağ olun. Bayram olanların Ziyamurabda şəhid olub anar. Allah hər zamanı yeri cənnət eləsin. Könüllülə də çoxlu səbir versin, can sağlığı. Çox sağ olun. Əvvəla salamlayıram hamınızı, bütün şəhid anaları. Mən 20 yanvar şəhidi Hüseyn İbrahim Məmmədoğlu'nun qızıyam. Allah Könül xanıma, Könül bacımıza bugün gəlmişik, dəvət edib. Allah səbrini versin. Allah rəhmət eləsin. Cəmi şəhidlərimizə. Amin. Mən Nəsrli evinin anasıyam. Zəngilanda şəhid olmuşdu. Allah Könül anaya səbir versin, özün versin. Ne deyirlər, Allah şəhidlərin hamısını səbir versin. Məfayət Əskər qızı şəhid ailələri Qazilər Mərkəzində dəstəkləyir. Bütün burada olan anaların hər birinin övladlarına ruhunun şad olmasını istəyirəm. Həmçinin bu günləri 10 ili tamam olan Əli zamanı və bütün Əzzamanın və bütün bu anaları səbir diləyirəm və minnətdarım onlara. Əllərindən öpürəm bu anaların ki, onların övladları bu torpağı qoruyublar. Qanları bu müqəddəs torpağı götürür. Və bir də Allah bizim xalqımıza, dövlətimizə müharibə göstərməsin. Amin. Çox sağ olun. Mən də hamınızı salamlayıram. Allah Könül bacıya səbir versin. Salamasını şad olsun. Allah hamıya səbir versin analara. Mən Babaxanov Elmanın anasıyam. Kapitan Qışış tayinatlı. Elman Xocavənddə şəhid olub. Ayın 8-i, axırıncı günü. Elman baş leytenantıdır. Ayın 4, noyabrın 4'ü vaxtından əvvəl kapitan rütbəsi müharibə gedə aldı. Allah hamımızın balalarımızın Məkanı cənnət olsun. Ana. Mən də şəhid Əzzamanın nənəsiyəm. Allah bütün şəhidləri rəhmət eləsin. Yerləri Allah bütün Allah səbir versin. Amin Allah. Mən də Əzzamanın xalasıyam. Burada qonşuyam. Elə bilə Əzzaman mənim qucağımda böyüyür. Bütün şəhid anaları, Allah sizə səbir versin. Sizin bu qarşısında baş əyirik. Allah bu balaları da ruhun şad eləsin. Çətindir danışmaq. Allah Əzzamanın əzizlərinə səbir versin. 10 ildə artıq. Çok sağ ol. Amin. Kövrəlməyin.
Biz de qonşuyuq. Allah zamanı rəhmət eləsin, onun dünyasını dəyişib, Allah yeni cənnət eləsin. Allah atasına, anasına səbir versin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, analar, atalarına səbir versin. Allah yaxşı qonşuları qorusun. Mən də qorxuyam. Allah rəhmət eləsin. Allah ətindən əqdi təbil versin. Valideynlərə. Analara təbil versin. Amin. Her zaman şanlı cennet ve kalmalıcı eylesin. Cemşehir gelirsen bana. Könül hanıma Cemşehir. Analarına Allah sabır versin. Şehit sevenlerine sabır versin. Siz də. Mən də kəşfiyyatçı, komando, antiterror əməliyyatlarında qəhrəmancasına döyüşmüş şəhid Kamal Qasımovun anasıyam. Mən bugün şəhidimiz Əzzamanın ocağına, yəni evinə dəvət almışam. Allah ruhunu şad eləsin şəhidimizin, qəbrin nurla dolsun. Mehman qardaşa səbr versin, Allahdan səbr arzulayıram. Könül bacıma Allahdan səbr arzulayıram. Allah Teala bütün şəhidlərimizin ruhunu şad eləsin, məqamları ali dərəcədə Allah qərardır. Amin Allah. Allah hamımıza səbr versin. Çox sağ ol. Bacı sən də. Mən də Orxan Aliyevin anasıyam, xanımana, Elman qardaşa, Könül bacıma səbir istəyirəm. Amin. Çox sağ olun. Allah cəmi şəhid balalarımızın ruhu şad eləsin, məkanın cənnət eləsin. Sözün var sənin. Şəhidimizin ruhu şad olsun, şəhidimizin. Valideynləri sağ olsun. Valideynlərin qarşısında da şəhid. Amin.